düşünmüsünüz? Sadəcə yanacaq? Yox, siz ora sözün əsl mənasında mayeləşmiş günəş enerjisi doldurursunuz. Gəlin izah edim. Əvvəla gəlin bir mifi dağıdaq. Neft dinozavrlar deyil, bu yalandır. Təsəvvür eləyin, 100 milyon il əvvəl okeanlar, mikroskopik planktonlar və yosunlar günəş enerjisini udaraq yaşayır. Onlar ölür, dibəşətür və milyonlarla il layların altında qalır. Bax burada fizika işə düşür. Yerin nəhəng təzyiqi və temperaturu bu kütləni sanki bir düdüklü qazanda bişirir. Nəticə, həmin o günəş enerjisi kimyəvi rabitələrə həbs olunur. Bəs bu qara maye niyə dünyanı idarə edir? Niyə hələ də ondan yapışmışıq? Cavab bircə kəlmədir. Enerji tutumu. Baxın, bura diqqət edin. 1 kiloqram ən müasir lityum bateriyasını götürək, bir də 1 kiloqram benzini. Benzindəki enerji batareyadan düz 50 dəfə çoxdur. 50 dəfə. Təsəvvür edirsiniz? Məhz buna görə telefonlar batareya ilə işləyir, amma nəhəng təyyarələr yox. Fizika hələ ki neftdən daha kompakt enerji qutusu icad etməyib. Təbii ki, bu gücün bir bədəl olmalıydı. Tarix də elə buradan dəyişdi. Rockefellerdən tutmuş Bakı milyonçularına qədər. Hamı bu enerjinin ardıncaydı. İkinci Dünya müharibəsini xatırlayın. Alman tanklarının mühərriki ideologiya ilə yox, karbohidrogenlə işləyirdi. Hitler niyə Bakıya gəlmək istəyirdi? Çünki neft yoxdursa hərəkət də yoxdur. Tarixi generallar yox, termodinamika yazdı. Amma termodinamikanın sərt bir qanunu var. Heç nə izsiz itmir. Biz o milyonluq karbonu 100 ildə atmosferə buraxdıq. Neft bizi mağaradan çıxardı, sənaye qurdu, kosmosa apardı. İndi isə bizi planetin istiləşməsi ilə sınağa çəkir. Bax belə, neft sadəcə yanacaq deyil. O, bəşəriyyətin həm xilaskarı, həm də ən böyük imtihanıdır.